Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında 22 iyul Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirilib. Partiyanın sədr müavini, mərkəzi aparatının rəhbəri Tahir Budaqov jurnalistləri Peşə Bayramı münasibəti ilə təbrik edərək bildirib ki, 146 illik tarixi olan mətbuatımız zəngin yol keçib. Bugün medianın inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub və hazırda ölkəmizdə 5 mindən çox media subyekti fəaliyyət göstərir. Azərbaycan mediası dünyada gedən qloballaşma prosesinə uğurla inteqrasiya olunub. 44 günlük Vətən müharibəsində və müharibədən sonraki dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu, jurnalistlərin fəaliyyəti xüsusi vurğulanıb. Sonra bir qrup jurnalist mükafatlandırılıb. Mükafatlandırılanlar sırasında Azərbaycan televiziyasının əməkdaşı Südabət Cahangərli də olub. Tədbirdə çıxış edən kütlə informasiya vasitələri təmsilçiləri bildiriblər ki, bu il media işçiləri peşə bayramlarını ilk dəfə olaraq qalib dövlətin jurnalistləri